Salam dostlar, hər vaxtınız xeyir. Əziz Xaçmal Tikçi səhifəsinin izləyiciləri. Demək, Gilas Pitomnikindəyik, hal-hazırda çəkiliş aparıram. Demək olar ki, satışa başlamışıq. Yəni onu bildirmək istəyirəm ki, dostlar, ting alarkən diqqətli olun. Mənşəyi bilinməyən kökaltılardan calaq vurulub satışa çıxarılır, yəni tinglər. Deməli, ağ gilasa, peymen tumundan, nə bilim, vişnəyə vurulub satılır. Yəni bu da gələcəkdə problemlər ortaya çıxarır. Çiriş vermədir ağacda, sonra ağacın vaxtsız qurumasıdır, meyvəyə düşərkən ağac quruyur. Sonra necə deyim, digər xəstəliklər ki var, onlar da yəni hal-hazırda bu çox yəni başımıza gəlir bu hadisələr. Yəni vaxtsız qurumadır, yəni belə şeylər olur. Ona görə də gilas öz cır tumundan yetişdirilməlidir. Sırf cır tumundan yetişdirilmiş gilaslar daha sağlam olur, daha keyfiyyətli olur, uzun müddətli olur. Çəkdiyimiz bütün videoları hamısını səhifəmizdə yerləşdiririk. O cümlədən də sırf cır gilas tumunun üzərində işlədiyimizə görə tam arxainliyi ilə bütün videolarımızı çəkib səhifədə də paylaşmışıq. İstəyənlər girib maraqlana bilər. 30 ilin, 40 ilin tingçiliyi ilə məşğul olanlar zəng edib məndən sırf cır gilasın yetişdirilməsi barəsində məlumat istəyirlər. Yəni belə deyim də, problem yoxdur, öyrədirik. Yəni başa salırıq ki, bu cür çəkib də videoları da paylaşmışıq. Yəni sadəcə olaraq bir tingçi kimi onu demək istəyirəm ki, hər bir meyvənin öz kökaltısı var. Öz kökaltısından calaq vurulub satışa çıxarılmalıdır hər bir meyvə. O cümlədən də gilas da. Mənşəyi bilinməyən kökaltılardan alıb qələm əkməyin. Boyuna, nə bilim, qiymətinə, qələmin yoğunluğuna, nə bilim, sağlamlığına aldanıb gilas alıb əkməyin. Sonradan əzabını çəkəcəksiniz. Bax, indidən deyirəm, sağlam kökaltı istəyirsinizsə, sırf gilasın öz cır tumu var. Ondan yetişdirilməlidir. Nəinki gilas, bütün meyvə çeşidləri, şaftalısı olsun, qaysısı olsun, nə bilim, əriyi olsun, badamı olsun, hər birinin öz kökaltısı var. Ondan yetişdirilib, calaq vurulub satışa çıxarılmalıdır. Dostlar, hal-hazırda gördüyünüz bizim pitomnikimizdir. İstəyənlər əlaqə saxlasın. Yəni məhdud saydadır qələmlərimiz. Yəni istəyənlər çoxdur maşallah. Yəni mən demişdim, çəkiliş aparıb paylaşacağam inşallah satış vaxtı da. İstəyənlər olsa əlaqə nömrəsi səhifəmizdə də var. Buyurub zəng edib əlaqə saxlayıb bizə sifariş verə bilərlər.